Göründüyü kimi son günlər Gəncə kifayət qədər önəmli və möhtəşəm tədbirlərə ev sahibliyi elədi. Eləcə də dünyanın müxtəlif ölkələrindən gələn ziyalılara, rəsmlərə ev sahibliyi elədi. Elə indi bu mövzularda söz açacağıq. Studiyamızın qonağı Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin direktoru Fuad Əliyevdir. Salam Fuad müəllim. Axşamınız xeyir olsun. Xoş gəlmişsiniz. Çox sağ olun. Fuad müəllim, elə sujetimizdən də qeyd olunduğu kimi, həm sizin təşkilatçı olduğunuz, həm də iştirakçısı olduğunuz kifayət qədər möhtəşəm tədbirlər keçirildi Gəncədə və dünyanın müxtəlif ölkələrindən bir zamanlar çox yüksək vəzifələr tutmuş şəxslər, yəni insanlar, eləcə də ziyalılar Gəncədə bu tədbirlərdə iştirak elədi. Elə istərdim ki, ilk öncə bu tədbirlərin Gəncə üçün əhəmiyyətindən söz açardıq. Minnətdaram. Mən ilk növbədə möhtərəm prezidentimiz İlham Əliyev cənablarına minnətdarlığımı bildirirəm. Çünki belə bir böyük görüşün keçirilməsi onun xeyir duası ilə başlandı və prezidentin şəxsi təyyarəsi ilə Gəncəyə 20-dən artıq ölkənin 80 nümayəndəsi bizim konferansda həm də yubileydə iştirak etmək üçün gəldilər. Məqsəd nə idi? Məqsəd həm ilk dəfə Madrid klubunun iclasının keçirilməsi, Beynəlxalq Nizami Mərkəzinin növbəti iclasının keçirilməsi, ən əsas isə bu ictimai xadimlər, eks-prezidentlər, premyer-ministerlərin ulu öndərimizin 90 illik yubileyində yaxından iştirak etməsi idi. Və belə bir yubiley siz özünüz gördünüz ki, çox möhtəşəm şəkildə Gəncədə keçirildi. Burada iştirak edən dövlət xadimləri, alimlər hər biri Gəncə şəhər icra hakimiyyətində keçirilən beynəlxalq elmi praktiki konferansda Heydər Əliyevlə bağlı öz ürək sözlərini dedilər. Və sözsüz ki, Gəncənin Azərbaycanın ikinci elm mədəniyyət mərkəzi olduğu bir daha bütün dünyaya çatdırıldı. Gəncə çox qədim bir şəhər olduğu bütün qazıntılarda, arxeoloji məlumatlarda, tarixi materiallarda göstərilir və bizim üçün maraqlı idi ki, həmən bu dövlət xadimlərinin öz gözləri ilə Gəncənin qədim bir şəhər olduğunu görsünlər. Təşəkkür edirəm. Doğrudan da siz qeyd elədiyiniz kimi elə Madrid klubunun, Qafqaz forumunun iştirakçısı olan bu insanlar, bu qonaqlar, onlar həm Ulu Öndər Heydər Əliyevin irsi ilə, həm də Gəncənin, yəni böyük oğlu Nizami Gəncəvinin irsi ilə, həm də Gəncə ilə, Gəncənin özü ilə, qədim və şanlı Gəncə ilə daha yaxından tanış oldular. Bax, şəhərimizdən ayrılarkən hansı təəssüratlarla ayrılırdılar? Çox maraqlıdır. Bugün biz saat artıq 4-də həm dünən, həm də bugün mən bəxş qeyd etdim ki, 80-dən artıq dövlət xadimi alimləri yola saldıq. Bugün axırıncı samolyot təyyarə ilə Bakıya uçdular və sabah böyük bir forum öz işini Bakıda davam etdirəcəkdir. Və onların təəssüratı birinci növbədə bizim Gəncənin çox qədim bir şəhər olduğunu və milli mədəni dəyərlərimizlə tanış olmaları, adət-ənənələrimizlə tanış olmaları, bizim süfrə mədəniyyətimizlə tanış olmaları, onlar çox məmnun oldular. Xüsusilə onlara o musiqi aləminlə tanış olması, bizim sənətkarlıq peşə adamlarıyla tanış olmaları, onlarda xüsusi bir Gəncə haqqında fikir yaratdı. Bu insanlar təsəvvür edin ki, Madrid klubu bundan əvvəlki iclas Vaşinqtonda, ikincisi bugün Gəncədə olur. Bu özü nə deməkdir? Yəni, dünyanın super dövlətində keçirilən bir Madrid klubunun görüşünün davamı Gəncədə keçirdi. Bu özü Gəncənin bugün həm siyasi aləmdə, həm ictimai, iqtisadi aləmdə böyük inkişafına sübutdur və ona görə də bu insanlar bugün Gəncəyə toplaşdılar və biz Elmar müəllimin əvvəlcədən tədbirlər planı əsasında bu işin qurulması bütün işlərimizin daha səmərəli və vaxtında həyata keçirilməsinə sübut oldu. Yəqin ki, siz Heydər Əliyev meydanında o nəhəng konsertə o insanların toplandığı və 20-dən artıq ölkənin prezidentləri, premyer-ministerlərin iştirak etdiyi konsertdəki o siz deyilən sözlərlə yəqin ki, yaxından bütün Azərbaycan deyil, bütün dünya tanış oldu. Və bütün bunlar imkan verir ki, Gəncəmizin bugün sürətli inkişafı, Azərbaycanın ümumiyyətlə sürətli inkişafını bir daha biz bütün dünya çatdıra bilər. Və bir də bizim demokratik bir ölkə olduğumuzun, Gəncənin
çox bir demokratik və burada siz bəlkə qeyd etdiniz Madrid klubunun tolerantlıq, qadın azadlığı ilə bağlı. Mən qeyd etmək istərdim ki, biz oradakı alimlərlə, dövlət xadimlərinə biz çatdırdıqda ki, ilk dəfə heç Amerikada azad qadın səs verə bilməsi olmadığı halda artıq Gəncədə bax bizim Azərbaycan Demokratik Respublikanın ilk qərarlarından biri qadınların bərabər hüquqlu kişilərlə olması, səs verməsi haqqında çox maraqlandılar və çox heyrətamiz surətdə doğrudan da Azərbaycanın demokratik və çox sivil bir ölkə olduğunu bir daha özləri qeyd etdilər. Bəli, siz çox gözəl vurğuladınız ki, qonaqlar necə xoş təəssüratlarla şəhərimizdən ayrılıblar. Onlar Gəncə ilə daha yaxından tanış olublar. Yəqin ki, bundan sonra da elə Gəncənin təbliği baxımından da bu önəmli rol oynayacaq. Bax, qonaqlarımızın Gəncədə olması, belə möhtəşəm tədbirlərin keçirilməsi. Sözsüz qızım. Deməli, mən bir cümlə də işlətdim. Nizami Beynəlxalq Mərkəzi artıq Gəncədə yaradılmışdır. Keçən ilin oktyabr ayında. Və bu ikinci yığıncaq idi və təsadüfi deyil ki, bu Ulu Öndərin 90 ilinə salınmışdır. Siz bildiyiniz kimi Nizami Gəncəvinin yubileylərinin keçirilməsi müharibə vaxtı, yəni 41-ci ildə müharibə başlayarkən Leningradda, blokada Leningraddan sonra demək olar ki, epizodik olaraq bir neçə dəfə keçirilmişdir. Ulu Öndərimiz Heydər Əliyev o vaxtki Politbyronun ideologu Suslova cavabında demişdir ki, o 840 illik barədə Nizami Gəncəvi elə bir böyük duhadır ki, onun yubileyini hər il keçirməyə dəyər. Və Nizami Gəncəvi haqqında Ulu Öndərimizin ondan artıq sərəncam və qərarları olmuşdur ki, və onların da əsasında bu günləri biz keçən il şahidi olduq ki, nə qədər möhtəşəm bir 870 illik keçirildi. Orada da 45-dən artıq ölkənin 150 nümayəndəsi iştirak edirdi. Və bax, bunlar bir-birindən bağlı, yəni Ulu Öndərin Nizamiyə olan məhəbbəti və bu günləri Nizami Beynəlxalq Mərkəzinin nümayəndələrinin bir daha onları qeyd etməsi və Ulu Öndərinin adını çəkməsi və Azərbaycanda gördüyü böyük işləri bir daha bizə çatdırması çox böyük əhəmiyyət kəsb edirdi və xalqımızın nə qədər sivil bir xalq olduğu, öz rəhbərinə, öz dövlətinə, dövlətçiliyinə göstərdiyi diqqəti bir daha sübuta yetirdi. Təşəkkür edirəm Fuad müəllim, çox sağ olun dəyərli fikirləriniz üçün, öz dəyərli vaxtınızı bizim üçün ayırdığınız üçün minnətdarıq, çox sağ olun. Xatırladım ki, studiyamızın qonağı Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin direktoru Fuad Əliyev idi.